Salam, xoş gördük hər birinizi. Tamam. Bugünkü qonağımız HR vəzifəsində çalışan Hicran xanımdır. Birbaşa istəyirsinizsə mövzuya girək Hicran xanım. HR, Human Resource, insan resursları nə iş görür, nə ehtiyac var bu vəzifəyə? İlk öncə təşəkkür edirəm mənə dəvət elədiyinizə görə. Bu sualı tez-tez eşidirəm. Əsasən də bizim sahəyə belə yaxından tanış olmayan insanlar deyirlər. Ümumiyyətlə ehtiyac varmı HR-a? Bir mühasiblə də şirkəti idarə etmək olar da, yəni sənədləşmə işləri də düzdür. Bəli. Amma düşünürəm ki, bir şirkət öz dəyərini qurmaq istəyirsə, öz vizyonunu, öz missiyasını yerinə yetirmək istəyirsə və uzun müddətli bazarda qalmaq istəyirsə, öz strategiyasını həyata keçirtmək üçün mütləq HR-a ehtiyacı var. Və araşdırmalarda göstərib ki, HR strategiyası ilə biznes strategiyası üst-üstə düşəndə daha uğurlu performans üzə çıxır. Yəni burada biz işçiləri də, işçilərin idarə edilməsində bu günlərin ən bahalı kapital insan kapitalıdır, düzdür? Və insanları kim idarə eləyir? Yenə də insanlar. Yəni insanları Sistem şirkətdə, idarə edir. Bəli, sistem idarə eləyir, HR idarə eləyir, düzdür? Bəli, yəni burada indiki HR-la ümumiyyətlə keçmişdəki HR arasında çox fərq var. Yəni keçmiş zamanlarda atdel kadr deyək də, kadr işləri üzrə kargüzar. Keçmiş dedikdə Keçən əsri deyək və yaxud da elə keçən bir 10 il, 15 il bundan qabaqki Azərbaycandakı dövrdə deyək. Hətta belə deyək də, kadr kargüzarlığı deyək də. Burada nə idi? Sənədləşmə idi ən yaxşı halda və yaxud da işə qəbul idi, işə xitam verilməsi idi, düzdür? Belə deyək də mükafatlandırma da var idi müəyyən mənada. Amma tək bundan ibarət deyil. Hal-hazırda belə deyim də daha psixolojidir, daha texnolojidir, daha analitikdir. Yəni HR-ın tərkibində artıq HR bunların hamısına baxırlar. İndi məsəl üçün HR trendlərdə HR işə götürmür. AI-lar var. Artıq AI-lar var. Bəli. siz öz praktikanızda keçmisiniz AI istifadə. Mən hal-hazırda Azərbaycanda çox da bu hələ yayılmır, amma qlobalda var. Bəli var. Amma yəqin ki tətbiq olunacaq, yəni burada. Yəni nədir? Əslində AI-larla artıq başlayırlar bizə lazım olan namizədləri seçməyə. Biz artıq bilirik də yaşı necə olsun, təhsili necə olsun, qabiliyyətləri hansılar olsun və AI-lar bunu seçir, sənə namizədi gətirir. Sizdə mövcud data sizə müraciətlərdən formalaşır. Yəni Bəli, namizəd bazasından. Namizəd bazasından namizədlər müraciət edirlər və seçirlər. Burada hər hansı bir qərəzlər də yoxdur. Bəzən görürsüz müsahibə keçiriləndə, məsəl üçün neynirlər? Rekruter, yəni işə qəbul edən adam özünə oxşayan adamları seçir. Yaxud da ki, nə bilim öz təhsilinə uyğun adamları seçir. Burada biraz qərəzli yanaşma var da, düzdür? Və yaxud da ki, tutalım ki, müsahibə götürdüyüm adamın nə bilim, nəyisə xoşuma gəlmədi, məni nəyisə xatırlatdı, keçmədi. Amma halbuki adamın digər keyfiyyətləri var, heç ölçülmür. Ona görə də, məsəl üçün, bu AI-lar, bu texnologiyanın inkişafı çox yaxşıdır ki, bu risklərin qarşısını alır və bizi düzgün namizədləri, düzgün iş yerində qiymətləndirməyimizə səbəb olur. Bir dənə söz soruşacağam. Əvvəllər məsələn yadıma gəlir ki, indi biz o vaxtda, yəni institutda 2013-də zətdə iş axtaranda girirdik postaza, məsələn orada vakansiyalar var idi. O vakansiyalardan seçirdik, CV göndəririk, nəsə belə bir şeylər. Amma bir yerdən sonra məndə deməli bizdə də dizayn işində də portfolio saytları vardı. Məsələn Behance gördüm ki, orada HR özü məni axtarır. Ola bilər HR deyil, art direktordur və yaxud nəsə, amma mənə yazan orada məsələn falan kəs xanım HR idi məsələn. İndi elə bildirdim ki, yəni modern HR-da belə qolda var ki, HR özü axtarır belə deyək də. Yəni ki, CV-ni 1000 dənə CV-ni yığıb ora boş-boşuna, yəni 1000 dənə CV gəlirdi, 100% 1000 dənə CV-nin 50-sinə baxar-baxmaz enerji lazımdır da buna da. Yəni bir yerdən sonra özüm gördüm ki, yəni məni heç şey verməmişəm orada, yəni heç bir iş elanında yoxdur da, yəni ki, müraciət eləməmişəm. Görürsən ki, yazıblar ki, falan iş və yaxud da ya freelancer, ya outsource, ya və yaxud da elə işə qəbul kimi özləri yazırdılar bizə. Bu yerə də gəlib çıxmışdı, yəni məncə. Hal-hazırda da bu davam edir. Yəni bazarın ən yaxşılarını zaten HR-lar axtarırlar, tapırlar və özlərinə transfer eləyirlər. Bu hal-hazırda da aktualdır. Amma əlbəttə ki, bunun üçün yəni biraz da sənin öz CV-in də yaxşı olmalıdır, özün bazarda tanınmalısan. Yəni ehtiyac olduqda əlbəttə ki, axtarırlar. O dəfə bir dənə video qavama çıxıb, deməli şeydir, o kurslar olur, nə bilim, deyək ki, dil kursu, dizayn kursu. Bir dənə də qaqaşda kurs açıb. Kurs deyəndə belə də, yəni xidmət satır. İndi xidmətin adı nədir? Biz sizi stresə salırıq, həyəcanlandırırıq. Bir də nəsə də bu HR
müsahibəsində nə yaşanırsa, onu simulyasiya eləyirik. O xidməti satır. Məsələn, 50 manata satır, 20 manata satır. Yəni müsahibəyə hazırlayırlar da yəni. Ki hələ bir hazırlığa gəlib 50 manata pul verirlər də buna. Düşünmürəm sıxırlar. Niyə fikirləşirsiniz ki, sıxırlar? Əgər öz biliyinə, bacarığına güvənən adamı sıxmırlar. Yəni düşünürəm ki, HR yəni bax qəşəng bir sual verirsiniz. Bizim daha öncə danışdığımız kimi deyirsiniz ki, HR məndən daha çox bilir. Orası bir dənə deyim də qoy orası. Mən vaxt olur ki, HR-dan qorxmuşam, getməmişəm müsahibəyə ki, məni sıxacaq, həyəcanlandıracaq, mən təkrar çöküb belə bir moment. Bu sizin yanaşmanız. Bir yerdən sonra da fikirləşmişəm ki, məndən çox bilməyəcək ki, niyə gedirəm oraya yəni ki. Yəni ona görə də 8-9 il bir iş yerində çalışmışam. Çıxmadan qalmışam orada. Əslində düşünürəm ki, sizi kimi düşünən insanlar daha çoxdur. Amma belə deyim də, siz işinizi bizdən çox yaxşı bilirsiniz. İşini bilən insanlar əlbəttə ki, HR-dan daha çox yaxşı bilir. Amma insani davranışları, korporativ mühitə uyğunluğu əlbəttə ki, HR sizdən daha yaxşı bilir. Və HR sizin təkcə biliklərinizi yoxlamır axı, soft skilllərinizə də baxır. Okay, sizin texniki tərəfləriniz yüksək ola bilər, peşəkar ola bilər. Amma korporativdə toksik bir mühit yarada bilərsiniz. Toksik bir pozitivlik yarada bilərsiniz. Mən bu şeyi çox xoşlayıram, toksik pozitivlik. O necə olur? Toksik pozitivlik. Toksik pozitivlik yəni belə, əslində gülür, danışır, özünü müsbət göstərir, amma daxilində o deyil. Uyğunlaşmağa çalışır. Sadəcə özü də xoşbəxt deyil. Və kənardakılar da bunu səmimi qəbul eləmirlər onsuz da. Çox görmüsən olsa, adım bilmirdim prosta uşaq. Yəni bu çox hallarda, yəni uğurlu nəticə vermir. Heç siz də orada yaradıcı ola bilmirsiniz. Yəni uzun müddət gedə bilmirsiniz. Nə olur? İşin sonunda deyirsiniz ki, mən komfort zonamdan çıxmaq istəyirəm. Standart söhbət. Komfort zonamdan çıxmaq istəyirəm. Yəni nə bilim, mühit mənə uyğun olmadı. O dəfə elə bir söhbətimiz oldu. Başa düşdüm ki, komfort zonada söhbəti yoxdur da ki, mən özümü saxladım. Özünü allatmaq söhbəti yoxdur. Yəni komfort zona deyək ki, mən məsələn 8 il həmişə deyirdim, bir komfort zonamdayam mən. Yəni mən buradan çıxmaq istəmirəm. Elə bir şey yoxdur. Onun izahını komfort zonadan çıxmaq əslində var anlayışı. Amma Tərlanın dediyi komfort zonadan çıxmaq o deyildi də, yəni. Komfort zonadan çıxmaq nə deməkdir? Yəni əgər insan planlı şəkildə peşə xəritəsini, peşə planını çizir və məqsədli şəkildə deyir ki, mən buradan çıxıram, daha yaxşı yerə gedirəm, orada daha yaxşı bacarığımı göstərəcəm və tanış olduğu, liderliyinə bələd olduğu, bəzən elə bir yerlərə gedə bilərik ki, oranı idarə etməsi bizə uyğun ola bilməz. Biz orada yaradıcı ola bilmərik və yaxud da korporativ bizə uyğun ola bilməz. Yəni bunların hamısını əgər götür-qoy eləyirik və düzgün qərar veririksə, bəli, mən hal-hazırdakından yaxşı yerə gedirəmsə, o zaman mən komfort zonamdan çıxa bilərəm. Komfort zonası yaxşı yerə, daha yaxşı yerə getməkdir. Yəni indiki amma bəzən bunu səhv salırlar. Daxili diskomfortdan qaçmağı adlandırırlar ki, hə, mən komfort zonamdan çıxıram. Amma sən onu özündən aparırsan. Sən getdiyin yerdə müvəqqəti olaraq özünü alda bilərsən. Bir müddətdən sonra görəcəksən, eyni şey yenə orada təkrarlanır. Çünki sən o daxilindəki diskomfortu rahat eləmirsən. Aydınlatdı. Mən məsələn gəldim elə belə söhbət etdi. Danışdım ki, 8 ildir bir yerdəyəm. Neçə dəfə durdum, çıxım işdən çıxmadım. İminlə çıxdığım momentə bir dənə belə qayıtdıq o fraqmentə ki, yəni mən həmin vaxtı başa düşmüşdüm ki, mən elə bir ki, mən vacib olaraq daha çox maaş istəyirəm. Amma başa da düşürəm ki, mənim müdirim də bu günləri o maaşı mənə verə bilməyəcək. Mən heç bir söhbətsiz prosta gəldim ki, mən çıxmaq istəyirəm, adını da qoydum ki, komfort zona dedim, çıxıram. Amma bunun səbəbi var idi, yəni izahı var idi. Bəlkə mindən adamın da o səbəbi, yəni öz-özündə o analiz eləməyib də, yəni. Razıyam. Hicran xanım, deməli belə bir sual verim. Bəzən elə olurdu ki, bizim heyətdə, keçmiş dövrdə bizim mağazada heyətdə elə üzvlər olurdu ki, mağazaya daxil olurdum şəxsən mən. İndi mən özümdə bir mağaza həmin dövrdə xüsusilə daha çox belə işçi heyətin bir üzvü kimi görürdüm özümü. Mağazaya daxil olurdum, oturmaq istəmirdim mağazada, iş görmək istəmirdim, çölə çıxmaq istəyirdim. Yəni belə baxanda bir adını qoyub maddələndirə bilmirdim ki, məsəl üçün Tərlan bu hərəkət eləyib, Nihat bu hərəkət eləyib, bu səbəbdən mən bu mağazada oturmaq istəmirəm, amma ümumi atmosferdə baxırdıq ki, işçi heyətin hansı hərəkətləri, kiçik hərəkətləri ümumi atmosferi pozurdu və bunun adını qoya bilmirdik. Bu cür məsələlərin adını ümumilikdə belə qoyduq ki, biz işçi heyətini bir dövrü düzgün seçməmişik. Sonra necəsə oldu, yenə də səhvən düzgün seçdik. Və yekunda yenə də elə olur ki, biz işçi seçimi eləyəndə qərarlarımızın belə deyək də professional cəhətdən bir izahını tapa bilmirik. Sadəcə belə bunun siz demiş üzü xoşuma gəldi, bu belə oldu, bu belə oldu. Bunun danışıq tərzi yekunda bəzi hallarda düz, bəzi hallarda səhv çıxırdıq. Kiçik qurumlar, hansı ki, məsəl üçün mağazaçılıq və s. bu kimi bizneslərlə məşğuldur. Bunlar daimi olaraq
mən düşünürəm ki, HR bir vakansiyasında şəxs saxlaya bilməzlər. Amma bu xidmətə də ehtiyac var. Bunun nəsə bir çıxış yolu var, yoxsa necə bizlər necə yol tapaq özümüzə? Deməli, belə deyim də, düzgün namizədin seçilməsi deyəndə ki, siz yəqin ki, müsahibə keçirirsiniz. Ha, bəli. Müsahibə keçirdəndə görürsüz ki, adamın bilik və bacarıqları sizə uyğundur. Bəli. Amma digər insani tərəflərini, davranışlarını, psixoloji tərəflərini ölçə bilmirsiniz. Ölçə bilmirik. Ölçə bilmirsiniz. Tamam, amma belə deyək də, işə qəbul etdiyimiz namizədin 90 gün ərzində onboarding və adaptasiya bir müddəti var. Bu müddət ərzində Onboarding nədir? Adaptasiya Elə edirik. adaptasiya. Hə, mən görürəm, yəni işçini işə adaptasiya edirik. Biz hər yerdən tanış eləyirik. İstər rəhbər şəxslərlə, insanlarla, istər nə bilim, İş korporasiya, şəraiti ilə. iş şəraitini, hər bir şeylə tanış eləyirik. İşi öyrədirik. Yəni bu dövrdə işçi səhv də eləyə bilər. Bəli. Düzgün heç bir şey yerində də görə bilməz və yaxud da ki, ola bilər ki, heç korporativ mədəniyyətə uyğun kommunikasiya da eləyə bilməz. Yəni bu normaldır. Yəni bunu anlatmaq, öyrətmək lazımdır və əgər onlara bu təlimlər keçirilirsə, keçirildiyi halda əgər gözləntini qarşılamırsa, bu zaman biz deyə bilərik ki, biz səhv namizəd seçmişik. Çünki ilkin olaraq bizim dəyərləndirdiyimiz onun qabiliyyətidir, biliyidir və ondan sonra ora uyğunlaşmasını artıq yenə deyirəm, HR deyilsə, yəni siz onu öyrətməlisiniz. Öyrətdikdən sonra bunu tələb etməlisiniz. Yəni siz işçinizə anlatmısınızmı, sizin məsəl üçün dəyərləriniz nədir? Şirkətin dəyərləri nədir? Biz nəyə üstünlük veririk? Bizdə korporativ mədəniyyət necədir? Yəni bu çox önəmli bir faktordur həqiqətən. Bu insanları həm motivasiya eləyir, həqiqətən işçilər həm bir-birinə danışığını. Həm də bir Çünki o dinamikaya salırsan. mədəniyyət olmayan bir yerdə motivasiya da yoxdur. Kiminsə danışığı xoş gəlməyəcək, kiminsə bir hərəkəti xoş gəlməyəcək. Yəni ona görə də ilkin olaraq bu 90 gün müddətində biz o işçiyə hər tərəfli hər şeyi başa salmalıyıq. Ümumiyyətlə bizim şirkət nə iş görür? Bizim missiyamız nədir? Biz tutalım ki, təkcə gül satmırıq da, yəni insanlara xitab eləyirik və yaxud da bir-birimizlə münasibətlərimiz necədir? Biz emosional bir bağ yarada bilirikmi? Bu çox önəmli bir faktorda, həqiqətən emosional bir bağ hər bir komandada olmur. Yəni uzun müddətli, bəzən emosional bağ deyəndə, yəni nəyi nəzərdə tuturam? Ola bilər ki, işçi sizdə işləyir və həqiqətən də sizin üçün çox yaxşı bir işçidir də. Amma digər bir tərəfdən sizdən daha yaxşı bir təklif gəlir ona. Amma adam o qədər sizə emosional bağlıdır ki, o bu iş yerini qoyub getməyəcək. Sizə də bu xoş olur. Sizə də belə bir rəhbərlikdə işləmək xoş olur. Ona görə deyirəm ki, ilk öncə idarə etmədən də çox şey asılıdır, rəhbərlikdən də çox şey asılıdır. Daniel Kahneman'ın bir dənə qəşəng bir kitabı var. Orada emosiyaları çox qəşəng bir izah eləyir. Orada deyir ki, işçilərin motivasiyasının, performansının artışına 70% təsir edən şey liderin idarə etməsidir. Çox gözəl. Liderin idarə etməsidir, kommunikasiyasıdır, onlara yanaşmasıdır. Həqiqətən biz bəzən bəlkə də rəhbər pozisiyasında olanda bunun fərqinə varmırıq, amma inanın ki, məsəl üçün mən elə özümdən götürürəm, öz komandamdan götürürəm. Bir gün mən kefim olmayanda işçilərim də görürəm ki, nəsə belə düz yolunda getmirlər, kefsizləşirlər. O məsuliyyəti dərk eləyirəm. Ən yaxşı halda onu dəyişməliyəm. Yəni çünki mən komanda idarə eləyirəm. Bu mütləqdir ki, pozitiv olmalıyam və onlara müsbət enerji ötürməliyəm. Bunu bacarmadığım halda ən azı işdən icazə alıb getməliyəm. Çünki həqiqətən komanda birbaşa sənə baxır. Komandanı idarə etməsidir. Ona görə rəhbərdən çox şey asılıdır. Siz deyirsiniz ki, ilkin olaraq məsəl üçün də seçirəm hər şey yaxşıdır, amma sonradan belə olur. Yenə də həm idarə etmədən də çox şey asılıdır, həm də onları öyrətmədən çox şey asılıdır. Məsələn, mükafatlandırırdı, məsəl üçün cəzalandırır. Bu şeylər var idi yəqin ki. Onun balansı necə olmalıdır? Məsələn, mükafatlandırma və ya cəzalandırma. Mən məsəl üçün bir şey deyim. Biz bir dövr o həmin həmin dövrdə, o dediyim biraz qaranlıq dövrdə mən çarə tapdım ki, bonus mükafatlandıraq ki, yaxşının nə olduğunu seçə bilsinlər və bu yaxşı ilə davam edək. Sonra bu bonusun sadəcə bonusla qaldığını, kimsə yaxşı eləyir, kimsə də sadəcə pis eləyir. Belə bir şey olduğunu aşkarladım. Dedim, okey, mənim ədalət sistemim məncə biraz səhv işləyir. Gəl cəzalandırma da edək. Hansı istəyir məbləğ, nə istəyir xəbərdarlıq və s. kimi bir Tərlan orada kömək eləmişdi, bir cədvəl formalaşdırmışdıq, məlumatlandırıcı kağızlar formalaşdırmışdıq. Belə bir addımlar atdıq. Ondan sonra da gördük ki, yox, elə bil ki, belə deyim də, o underground bir anlayış formalaşmışdı. Kimsə gizlədirdi, kiminsə səhvini, kimsə əksinə, kiminsə ayağını tapdalayırdı və s. O ümumi bütün atmosfer daha da əksinə getdi. Heç bəyənmədim ki, elə niyyət olmayan yerə doğru getdik. İndi
Tərlanın sualı olmasın. Biz cəzalandırma və ümumiyyətlə idarə etmə cəhətdən sizcə Mükafatlandırma balansını. mükafatlandırma və cəzalandırma addımları atmalıyıq, yoxsa bunlar çox da Çox gözəl həqiqətən mövzuya toxundunuz. Buyurun. Baxın, indi orada ədalətlilik dediniz. Ədalətlilik adamın bir dənə ədalətlilik prinsipi var. Orada deməli 3 deyir ki, ədalətlilik ümumiyyətlə işçilər 3 şeydə bilirlər. Bir daxili ədalətlilik var, bir xarici faktorlardan əsaslanan ədalətlilik var, bir də performans var. Yəni performansa əsaslanan ədalətlilik var. Daxili ədalətlilik nədir? Məsəl üçün eyni işi, eyni vəzifəni, eyni iş yükünü görür, bənzər maaşları alırlar. Xarici faktorlar da ki, özünü xarici bazarla müqayisə eləyir. Deyir ki, məsəl üçün də o məndən daha çox alır, ədalətsiz yanaşırlar mənə, budur. Bir də performansa əsaslananda, yəni yüksək performans göstərir, yüksəkdən maaşını alır. İndi ilk olaraq mənim sualım sizədir ki, siz onları məsəl üçün necə müşahidə elədiniz ki, onlar sizdən bonus gözləyirlər? Yəni onların ehtiyacı təkcə bonusuymuş. Çox gözəl sualdır. Əslində məbləğlərdə deyildi məsələ bəlkə də. Biz sadəcə belə deyək də bu cür çarə adlandırdıq ki, belə deyək də ümumiyyətlə xalq olaraq gəlirlilik məsələsində problemimiz olduğuna görə ilk ağlımıza gələn variant hər zaman gəlir olur ki, gəlirlə bunu mükafatlandıraq ki, çünki yekunda bir biznesində məqsədi gəlir qazanmaqdır və bir cəhətdən mənə də ədalətli gəlir ki, mənim daha çox qazanmaq üçün çalışıramsa, işçi heyət nə üçün çalışır? O da daha çox qazanmaq üçün çalışmalıdır və burada məqsədlər üst-üstə düşür. Bu baxımdan mən bu cavabı tapmışdım, amma bir cəhətdən də cavabın düz olmadığını fikirləşirəm. Nəyə görə? Siz demiş, motivasiya gəlir vermədi. Yəni əksinə kim üçünsə məsəl üçün 5 nəfərdən biri düşündü ki, əla fürsətdir, daha çox qazanam, amma digəri məsəl üçün daha çox qazanmamağa, digərinin ayağını tapdalamağa və s. hərəkətlərdə belə qəribə bir ekosistem yaranmağa başlamışdı. Əslində bir də bir nəzəriyyə var. Maslow'un ehtiyaclar nəzəriyyəsi sırf işçilər üçündür. Həqiqətən işçilərin ehtiyacını ölçmək lazımdır. İlk öncə biz bilməliyik ki, işçi bizdən. Baxın, biz işçi ilə əlbəttə ki, söhbət eləməliyik. Biz işçi öz dinləndiyini biləndə belə. Mən bir onu da qeyd elədim. İndi bu yəqin ki, verişdən öncə idi. Amma HR-ın tarixinə nəzər salanda hələ keçmiş dövrlərində belə insanlara deyir ki, adicə bir məsəl üçün də işlədikləri yerin işığının belə parıltısının artırılması belə işçilərdə motivasiya yaradırdı. Deyirdi ki, yəni məni dinləyirlər, mənə qiymət verirlər. Bu hissi yaradırdı. Biz ilk öncə bilməliyik ki, işçi bizdən nə gözləyir? İşçinin demotivasiya olmasına səbəb olan nələrdir? Biz ilk öncə bunu biləndən sonra əlbəttə ki, maddiyyat önəmlidir. Yəni müəyyən yerə qədər işləyir, amma hər şey deyil maddiyyatla. Yəni biz işçilərə digər bir imtiyazlar da təklif etməliyik. Bunlardan əsası da məncə psixoloji təhlükəsizlikdir. Psixoloji təhlükəsizlik həqiqətən bir çox yerlərdə işləmir, amma psixoloji təhlükəsizliyi yaratmaq lazımdır. Ondan sonra bu barədə daha çox danışa bilərəm. Bu ayrı bir mövzu. Psixoloji təhlükəsizlik var. Psixoloji təhlükəsizlikdən. Bu məsəl üçün daha sonra isə təlim və ehtiyac. Məsəl üçün ola bilər ki, belə bir neuropsixologiyada belə bir anlayış var ki, deyir insanlar öyrəndikcə motivasiyası artır. Ola bilər ki, onların öyrənmə ehtiyacı olub. Ola bilər ki, şəxsi problemləri olub. Yaxud onlara biz necə kömək eləyə bilərik deyə biz onlarla ilkin olaraq danışmalıydıq. Və danışıq əsasında, yəni HR bu günlərin bunu eləyir. İşçini dinləyir, ehtiyaclarını öyrənir, ehtiyacları müqabilində artıq nə lazımdırsa onu eləyir. Bu günlərim yəni bir çox işçiyə, yəni işçini danışdıranda bəzən çəkinir. Bəzən çəkinir, heç nəyi demir, amma bu da düzgün idarə etmədən gəlmir. Əgər işçi çəkinib problemi demirsə, deməli yanlış idarə etmədədir. Bəli, bu psixoloji təhlükə deməkdir. Yəni psixoloji təhlükədə axırı ya işçi susur, bir yerdə çıxıb gedir, ya da bu səhvlər gizlədilir. Bir yerdə elə bir vaxtda çıxır ki, bu sizi narahat eləyir artıq ciddi şəkildə. Digər işçini də belə məsuliyyət altına salmışlar. Yəni psixoloji təhlükəsizlik deyir ki, araşdırmalar aparıblar, deyirlər ki, psixoloji təhlükəsizliyi etiraf edən iş yerində daha çox performans güclü olur. Çünki bilirsiniz niyə? Gəlir vaxtında deyir ki, mən bunu səhv elədim. Siz də tez üstünə düşürsüz, düzəldirsiniz. Adaptasiya da tez gedir. Amma psixoloji təhlükə altında olan adamlar səhvini gizlədirlər
nə vaxtsa çıxsa, nə vaxtsa çıxsa üzə artıq iş işdən də keçmiş olur. Artıq vəziyyət də olur ki, düzəldə bilmirsən. Ona görə mütləqdir ki, komandada psixoloji təhlükəsizliyi bərpa etmək lazımdır. İşçilər çəkinmədən, yəni ehtiyat etmədən gəlib etdiyi səhvi etiraf eləməli, bunun düzəldilməsi istiqamətində sizdən yardım istəməlidirlər. Ya qorxmamalıdırlar ki, mən bunu deyərəm, məni cəzalandırar. Mən cəzalandırmağın bir HR olaraq tərəfdarı deyiləm. Yəni insan yönümlü olmalıyıq. Yəni insan o səhvi necə düzəldə bilərik? Yəni bu səhv kimdədir deyə yox. Bəzən bir çox yerlərdə deyirlər ki, bu səhvi kim elədi? Bunun nə önəmi var? Yəni bu bizim işimizə nəyə yarayacaq? Cümlə onsuz da onu istəyir ki, gizlədim də, yəni. Cümlə oldu da, yəni bu mən səhvi indi də kim qorxdum o elədi? Yəni bu sualı sənə nə verəcək? Mənə çox maraqlıdır. Yəni o ən yaxşı halda yəni nə edəcəksən? Töhmət verəcəksən, hansı inzibati məsuliyyətə cəlb eləyəcəksən. Amma bu sənin həqiqətən də işinə yaramayacaq. Amma biz işin hardan qaynaqlandığını və səhvin necə olduğunu anlasaq, artıq bir də o səhvin olmaması üçün çalışacağıq. Komanda işi odur da. Komanda işi budur, komanda ruhu budur. Yəni yenə də deyirəm, yəni komanda idarə etməkdən çox şey asılıdır. Əgər biz istədiyimiz nəticəni, performansı əldə etmiriksə, idarə etmə stilimizi dəyişməliyik. İdarə etmə stilləri də müxtəlif olur. Bu arada bunu da deyim. Məsəl üçün var demokratik idarə etmə üsulu, avtokratik idarə etmə üsulu, liderlikdən deyirəm, yəni. Sonra transaksiyon var, liderlik, transformasiya lideri. Ən xoşuma gələn də HR-a yaxın olan xidmət, servis liderlik var ki, yəni nə edir işçi, yəni lider deyir ki, gəl bunu kömək eləyim sənə, birlikdə görək. Bunu öyrədir, bildirir. Yəni nə demək istəyirəm? Hal-hazırda liderlik bəzən olur ki, əlbəttə ki, hər yerdə, hər idarəetmədə bu şey yaramır. Elə iş yerləri ola bilər ki, orada sən hər də avtoritar olmalısan. Yəni ki, orada Yox, sən psixologiyən o qədər, yəni belə hər şey açıq olmalıdır ki, sən individual yanaşasan da, hər işçiyə, hər situasiyaya, hər atmosferə, həm hər o şeyə də. Bir də yaratmaq istədiyin komandanı necə istəyirsənsə, o cürdə lider olmalısan. Bəzən məsəl üçün kreativ bir komandada çalışırsan, orada yaradıcı işlərdir. Sən orada avtoritar olmaqla, sən orada axı nə edə bilərsən? Öldürürsən, əlbəttə ki, təşəbbüskarlığı öldürürsən. İçin mən qarşı hamımız belə yönləndirilməyə rahatlıq da, yəni ki, nəsə bir kütlə olaraq hər hansı bir özümüz də hər hansı bir kütləni də idarə edə bilərik. Biz də özümüz hansı kütlənin içindəyik də, belə deyim. Yəni o dəfə danışanda başa düşdüm ki, bir dənə cədvəl olsa ki, bu şirkət qaydaları məsələn, sən ondan elə bil ki, həmin o şirkəti belə deyək, həmin o uşaqları yönləndirmiş olursan avtomatik o düzgünə. Yəni bu adam da oturub özündə də fikirləşəndə görür ki, ədalətli olmasa zaten bunu oxudu, gördü, yox, çıxdı, getdi də, heç səndən o 90 gündə işləmədi, o enerjin də getmədi, onun da enerjisi getmədi. Sən düvə həyatda din verir. Qaydalar verir, o qayda ilə gedir. Hər biri verir. Yəni o qaydalarla getməz. Qaydalar olmasa zaten yəni sən o rəqəmləri, həmin o qaydaları görməsən, başa düşməsən. Onsuz da yəni xaos olar da orada. Hərə istədiyi kimi. Çünki bayaq qeyd elədin, hərənin öz içində olan ədalətlilik prinsipi var. O ilə gedəndə aləm deyəcək bir-birinə. Çünki sənə görə ədalətlilik başqadır, mənə görə başqadır. Və ona görə də mütləqdir ki, hər kəsin öz vəzifə təlimatları, vəzifə öhdəliyi olmalıdır, yazılı şəkildə. Adam tanış olmalıdır ya, istər vəzifə təlimatında, istər müqaviləsində ki, mən nə işləri görəcəm. Sabahlarım tutalım ki, siz hansısa bir işi göstərəndə ki, bunu elə, deyə bilər ki, bu mənim işim deyil. Və yaxud da ki, o birisi eləmir, mən niyə eləyim? Və yaxud da ki, mən niyə bu işi görməliyəm kimi bu sualları cavablamamaq üçün, yəni cavab verməmək üçün mütləqdir ki, o da tanış olmalıdır. O məsuliyyəti artıq dərk edəndən sonra heç işçi sizə bu sualı da verməyəcək ki, mən niyə bu işi görməliyəm? O işi görməlisən zaten, bu işə görə sən pul alırsan. Və bəzən də işçilər gördükləri işin mahiyyətini bilmirlər, o da var. Ki bilmirlər ki, mən nə iş görürəm, niyə bu mənim işimdir ki? Amma əslində vəzifə təlimatı tərtib olunsa özü də tanış olar ki, əslində rəhbərin verdiyi göstəriş belə sənin vəzifə təlimatına daxildir. Yəni şifahi göstərişi belə yerinə yetirməlisən, əlbəttə ki, iş çərçivəsində. Hər şey yazılı olmalıdır. Yazılı onlara xatırlanmalıdır. Deyirəm, yenə də deyirəm, ola bilər ki, o insanlar onu görməyiblər, bilmirlər. Bəzən biz deməsək hardan biləcəklər. Ona görə HR olaraq bunların hamısını strukturlaşdırırıq. Ki hər şey oturmuş olsun, hər kəs hər şeylə tanış olsun, vəzifə təlimatı var. HR-ın üstündədir də belə başa düşdüm. Əslində düzgün idarə etmək HR-a məsuliyyətidir. Biz həmişə başa düşürdük ki, hər hansı bir məbləğlərlə məsələn o buxalteriya şeydir, mühasibatlıq falan. İndi gəlib görsən ki, o
mühasibatlıqdakı o rəqəmləri görmək üçün də bu tərzdə psixoloji momentlərlə HR-ın işidir bu strukturunda. Əslində o rəqəmlərə gedəcək bir məsələni də HR-dan keçir də. Yəni məsəl üçün tutalım ki, ştatın ixtisarı ilə biz ixtisar eləyiriksə, biz bu araşdırırıq, bilirik ki, artıq ştat ixtisar olmalı, ya da şirkət bağlanır. Biz bu qərarı verdikdən sonra gedir bu rəqəmlər ortaya çıxır da, ötürürük orada ki, bu haqq hesabı, bu təzminatı, bu kimi şeyləri elə. Yəni hər şey HR-ın ötürməsi ilə başlayır. Yenə deyirəm, ən uğurlu şirkətlər HR-la işləyən şirkətlərdir. Yəni həqiqətən bunu öz vəzifəmə görə demirəm. Çünki insan bu dəqiqə biz insanı idarə eləyirik də. Yəni insanın psixologiyasına təsir eləyir. Bəzən baxın, indi HR-lar işə götürəndən işçi arasında körpü olur da. Bəzən işə götürən də düzgün kommunikasiya etməyə bilər, fikrini düzgün çatdıra bilməz. Amma biz HR olaraq həm işçini tanıyırıq, həm işə götürəni tanıyırıq və onlar arasında necə düzgün əlaqəni qura bilərik, necə bu münasibəti bərpa eləyə bilərik və yaxud da düzəldə bilərik kimi istiqamətlərdə həqiqətən yenə deyirəm, cəzalandırma sisteminin üstündən biraz ötəri keçdim bəyə sizdən. Yenə deyirəm, bax ən çox bizdə açıq qapı siyasəti, eşitmisiniz yəqin ki, açıq qapı siyasəti bütün liderlər deyir ki, qapım açıqdır. Amma baxırsan ki, gəlib qapısını döyən yoxdur. Niyə? Qapısı açıqdır da. Hər hansı bir işçi gəlib yaxınlaşmır, öz problemini demir. Bəli. Amma mən fikirləşirəm ki, açıq qapı siyasətindənsə açıq qulaq siyasəti daha məqsədə uyğundur. Çünki açıq qapı olaraq işçi əgər sənə yaxınlaşmırsa, sənə deməli olar emosional olaraq sənə güvənmir. Gəlib sənə fikrini bildirmək istəmir, qorxur, cəzalanmaqdan qorxur, təşəbbüskarlıqdan qorxur. Amma açıq qulaq siyasəti odur ki, sən işçini özün təkid eləyirsən ki, gəl mənə de, nəsə problem varsa mənə deginən, bir yerdə çözək. Qulaq asırsan. Verdiyi ideyalara, yaxud da ki, təşəbbüskarlıqlara minnətdarlıq bildirsən, təşəkkür etsən və o daha çox həvəslənir. Burada biraz kiçik bir problem var. Açıq qulağın sonrasında belə deyək də bəzi məsələlər var ki, bunlar müzakirə olunmalı məsələ deyil, icazə alınmalı məsələ deyil, yerində qərar verilməli məsələdir. Amma açıq qulaq olduqda belə bir qorxu da var da, yəni deyim ki, yəni şəxsən mən bir öz biznesimdə bir lider qismindəyəm və orada mən o açıq qulaqdan biraz qorxaram nəyə görə? Çünki hər nüansa görə sual vermə riski var. Hər nüansa görə. Artıq bu adam dinləyir. Necəsə bu təəssüratı verdi ki, nə desək dinləyəcək, nə desək qulaq asacaq, fikir bildirəcək. Dinləmək həyata keçirmək information center olursunuz belə. Oturursunuz, hamı gəlir, cavab verirsiniz də. Yəni biraz bunun sərhədini də necəsə bəlli eləmək lazımdır ki, məncə, yəni istənilən suallarla, çünki biz də yekunda bir insanıq, hansısa bir iş saatlarımız var, ondan sonra artıq belə deyək də işləmir. Motor xarab olur, gedib biz də istirahət eləməliyik, təzədən qayıtmalıyıq. Yəni məncə açıq qulağın da bir hansısa bir sərhədləri olmalıdır. Ümumiyyətlə düşünürəm ki, hər şeyin bir sərhəddi olmalıdır. O öz yerində. Amma işçi əgər ki susur, heç nə danışmır, eləcə rutin olaraq işini görür. Nə artır, nə əksir, stabil gedir. Bir lider olaraq, bir rəhbər olaraq bu sizi narahat edirmi? Təbii. Deməli bu nə isə gizlədir. Biz mağazanı bu yaxınlarda sağ olsun Bucaq komandasına buradan da təşəkkürlərimi bildirirəm. Mağazamızı təmir elədik. Təmirdən sonra bizim əməkdaşlardan biri belə sıfır reaksiyada, belə gündəlik yenə də adi işinə gəlib şey deyir. Gəldim. Gəldim Səvinə soruşuram ki, niyə sevinmir bu? Nəsə də artıq axırı onu müzakirə elədik falan, nəsə bir yekuna gəlib çıxdıq. Yəni çox qeyri-adi halda mağazada çox böyük bir dəyişiklik baş verib. Biz buna bir aydır bunun üstündə çalışdıq ki, bu yekunlaşdıraq, sevinək, hər şey yaxşı olsun. Onda mən hiss elədim ki, həmin işçi gündəlik olaraq sadəcə işə gəlir və gedir də, belə bir məsələ var. Və bu da sizin sözünüzə qüvvət, yəni axırı olmayan bir yanaşmadır. Yəqin ki, buna müdaxilə olmasa heyətdən sağollaşacaq əvvəl-axır. İnandırım sizi, bəlkə də siz onu dinləyəndən sonra heç bir şey eləməyəcəksiniz. Yenə öz bildiyiniz yolla gedəcəksiniz. Amma o dinlənildiyi üçün onun performansı artacaq. Ki, rəhbərim məni dinlədi. Gözəl yanaşmadır. Həqiqətən, bu işçilərin buna ehtiyacı olur. İşçilər dinlənir. Yəni rəhbərim mənə qiymət verdi, vaxtını ayırdı, məni dinlədi. Yəni bu dəyəri ona hiss elətdirməyiniz belə ona kifayətdir.
Çox gözəl. Bunu nəzərə alacağam. Düzdür, mən məsəl üçün bizim mağazada mənim heç kabinetim də yoxdur. Mən o ümumi heyətin içində oluram həmişə. Amma yenə də siz dediyiniz qulaq məsələsi var. Bəzi psixoloji sərhədlər qoyulanda artıq onu keçmək çətin olur, yaxınlaşmaq çətin olur və s. Mən də başa düşürəm, amma mən o sərhədlər vaxtı ilə mövcud olmadığı dövrdə də çalışmışam heyətlə və heyətlə çalışmağın çətinlikləri o idi ki, yəni hər addım suala dönüşürdü. Amma məsəl üçün O işi bilməməzlikdən irəli gəlir. məncə özgüvənsizlikdən əmələ gəlir. Biraz da Özgüvənsizlik də nədən də işini bilmir ki, özgüvənsizlikdə. İşini bilən adam niyə özgüvənsiz olsun? Razıyam sizdən bir qədər, amma bəzi insanlar var ki, perspektivini bilirsən ki, bu adam məsəl üçün bu A işini bacarır, amma gəlir o A işinin nüanslarından suallar verir. Əslində o işi bilir. Sadəcə özünə güvənmir, yəni onun bildiyinin dəyərini özündə qiymətləndirə bilmir ki, bunu mən bacarıram. Buna bir quş qoymur öz beynində. Qorxduğu sadəcə səhv eləməkdir. Təbii ki, sizin dediyiniz bir yaxşı məsələ səhv eləməyə biyaqlar desəm elə bir şeydir. Səhv eləməyə icazə məsələsi də psixoloji təhlükəsizlik. Bəli, təhlükəsizlik məsələsi. Ola bilər ki, hardasa bizim də bir səhvimiz olub ki, o psixoloji təhlükəsizlik həmin şəxsə yaranmayıb ki, o səhv eləməkdən qorxur. Amma yenə də yekunda məncə Tərlanın dediyi kimi biraz da fərdi yanaşmalıyıq şəxslərə görə. Xüsusilə də kiçik heyətlərdə bu daha rahat olur. Nəinki böyük heyətlər. Amma bu fərdi yanaşmanı da fərdi şəkildə söhbətlərlə etmək olar. Niyə? Məsəl üçün siz biri işini yaxşı görmədiyi halda bilirsiniz ki, ona belə deyək də kobud səsləndiyiniz halda o səhvini düzəldəcək. Amma bir insanda var ki, ona kobud davranmasaz, amma ona yaxşı davransaz, o bir də o səhvi etməyəcək. Və bunu kollektiv içində eləyəndə artıq onlar o diskriminasiyanı görürlər. Deyir, mənə qışqırır, ona qışqırmır. Niyə? Bunun özü də problemdir də, yəni. Söz. Yəni əlbəttə ki, bu fərdi danışıqlardan asılıdır. Yenə də deyirəm ki, yəni qapısı açıq olmalıdır rəhbərin. Eyni zamanda qulağı da açıq olmalıdır. Qulağı açıq olmalıdır ki, mənim işçim mənim nə istəyir. Əlbəttə ki, bir də rəhbər orada mühiti eyniləşdirə bilər. Yəni insanları eyniləşdirə bilmərik, amma mühiti eyniləşdirə bilər. Yəni mühitdə hər kəs eyni davrana bilər. Uyğunlaşırlar bir-birinə. Yavaş-yavaş uyğunlaşırlar, eyni hərəkət etməyə başlayırlar. Yenə də deyirəm, ona görə də HR burada lazımdır ki, o korporativ dəyərə, mədəniyyətə uyğun, şirkətə uyğun insanları seçir və bir komanda altında uzun müddətli sizin istədiyiniz nəticəni sizə verir. İşdən çıxmaların özü də xərcdir də belə baxanda. Yeni işçi gətirirsiniz, yenə özü də bir xərcdir. Amma sizin özünüz üçün də rahat olur ki, daima işlədiyiniz adamla, loyal bir insanla yolunuzu davam edəsiniz. Təbii ki. Yəni ona görə mütləq ki, düzgün namizədi, düzgün yerdə qiymətləndirmək, seçmək lazımdır. Verilişdən əvvəl demişdi. Məsələn, cəzalandırmadansa deyir, məsələn, hər hansı bir işçi daha yaxşı bir nəticə göstərsə, onu mükafatlandırmaq, o birislərə onsuz cəza kimi bir şeydir, belə deyir. Bir növ, əslində o da var. Yəni mükafatsız qalmaq da cəzadır. Razıyam bu məsələ ilə. Yəni o motivasiyası özündən götür qoy eləyəcək ki, mən məsəl üçün mən niyə yox. O görəcək ki, bu metod diskussiya var. Yəni bir müqayisə eləyəcək özünü, görəcək, filan. Əlbəttə ki, törədilən, yaradılan problemlərdən, yəni işçi hansı səhv eləyibsə, ona dəqiq baxmaq lazımdır ki, nə iş görüb də, yəni elə bir səhvlər olur ki, onlar vaxtında xitam olunmalı bir problemlərdir və yaxud da vaxtında şiddətli töhmət və yaxud da elə bir şeylər var ki, artıq orada güvən itir, etibar itir, bu ayrı bir mövzudur. Amma xırda bir belə deyək də anlaşılmazlıq və yaxud da xırda hər hansı bir səhvlərə görə düşünürəm ki, işçini cəzalandırmaqdansa onunla fərdi söhbət aparmaq lazımdır. Bunu bir daha təkrar etməməsini anlatmaq lazımdır və eyni hal davamlı təkrar baş verərsə, onu etməyən işçini mükafatlandırmaq, onu daha yaxşı bilən işçini daha mükafatlandırmaq o digər bir işçidə motivasiya yaradır ki, mən də belə eləsəm bunu ala bilərəm və yaxud da bu vəzifəyə qalxa bilərəm. Bu yanaşma daha düşünürəm ki, belə insanidir, daha rahat olar. Çünki nəinki onu cəzalandırmaq, o cəzalandıranda artıq daha da aqressivləşə bilər, daxili aqressiya da yarana bilər və bu onun işinə də yansıyacaq. O birisi də qorxacaq. O birisində motivasiya yaratmaq əvəzində o birisində aqressiya yaradırıq. Bəli. Yəni mən düşünürəm ki, komandada işləyən adamlar bu kimi şeylərə çox fikir verməlidirlər. Mən belə təkrar suala bənzəyəcək, amma düşünürəm ki, biraz fərqli sualdır. Bəzən olur ki, bir işçini seçirik, professional bacarıqları çox üst-üstə düşür, hər şey əladır. Ancaq onun gəldiyi mühit, ailə və s. dəyişənlər heç bir halda icazə vermir ki, iş mühitinə uyğunlaşsın. Yəni bizim iş mühitindəki atmosfer təmiz başqadır. Açıq aydındır ki, gələn şəxsin də
aid olduğu mühit təmiz başqadır və uyğunlaşma vaxt istəyir deyirsiniz, vaxt verirsiniz. Bəzi kiçik söhbətlər hətta 3 ay. Mən deyərdim ki, 3 aydan daha çox vaxt keçmiş halda. Bu cür işçi ilə yalnız yol sağollaşmaq mı qalır, yoxsa bunun hansısa bir belə deyim, müalicəsi üsulu varmı ki, məsəl üçün mən buna artıq 2 il həsr eləmişəm, vaxt vermişəm, düzələr demişəm, amma 2 ildə nələrsə öyrətmişəm. Bundan sağollaşmaq hansısa vaxtımın itkisidir. Qalmağı da bir digər problem. Belə deyim də, həmin işçini qiymətləndirmək lazımdır ki, yəni bu işçinin qalması bizə faydalıdırmı, yoxsa getməsimi? Bunu qiymətləndirdikdən sonra artıq bu istiqamətdə işlər görməliyik. Yəni onun qüsurları, nöqsanları əgər daxili tərbiyəsi ilə bağlıdırsa, korporativ mühitə uyğunsuzluğu ilə bağlıdırsa, bunun bizə nə dərəcədə ziyanı var? Digər əməkdaşlara mı, bizəmi, ümumiyyətlə bizim vizyonumuza mı? Yəni bunlar ölçülməlidir. Ölçülə bilən qərarlar olduğu halda biz artıq ona deyə bilərik ki, biz ondan yolumuzu ayıraq və yaxud da onunla yolumuzu davam edək. Bəzən ola bilər ki, bu səriştələrə bağlı ola bilər, bacarıqlara bağlı ola bilən bir nöqsanlar olsun. Yəni ki, ola bilər kommunikasiya problemi olsun adamın. Biz bunu indi hal-hazırda təlimlər var bununla bağlı. Yönləndirə bilərik, öyrədə bilərik. İşçi özünü də dəyərli hiss edəcək ki, mənim üzərimdə işləyirlər, mənə dəyər verirlər, mənim üçün maddi yatırım edirlər, məni harasa göndərirlər, yönləndirirlər və məni saxlamaq üçün əllərindən gələni edirlər. Bu işçi özünə dəyər yaradacaq. Amma biz düşünsək ki, yox, işçi bizim vizyonumuza təsir edəcək bir hal hərəkətlər eləyir və bu bizim artıq bizə uyğun deyil, bizim dəyərlərimizə uyğun deyil. Əlbəttə ki, o işçi ilə sağollaşmaq məqsədə daha uyğundur. Bundan yaranan bir sual daha verim. Məndə çox belə qeyri-professional bir nüans var. Sağollaşa bilməm işçilərlə. Çətin olur, çox çətin olur. Siz özünüz emosional bağ yaradırsınız işçilərlə? Bəli. Yəni yoxdur, ya sağollaşır. Hə, yəni mən sağollaşdığım heyətdən şəxslərlə biraz belə ani sağollaşmışam, belə deyək, və qalanları ilə də çox çətin olub sağollaşmam. Yəni mən sizə deyərdim, həftələrlə fikirləşmişəm, yəni hazırlaşmışam, belə deyəcəm, yoxdur, eləməyəcəm. Belə çətinliklər olur. Bunun üstündə necə işləyə bilərik ki, yəni bu çətinliyi aradan qaldıraq? Yəni siz yəqin ki, biraz daha çox bu hallarla üzləşmisiniz də. Yəni bir işçini xitam etməmişdən qabaq ilk öncə biz onu nəyə çox xitam eləyirik? Yenə deyirəm, yəni bizim işimizə nə kimi faydası, nə kimi ziyanı var, bu mütləq ölçülməlidir. Sizdə əgər bu ölçülə bilən bir sistem yoxdursa, onun performansını qiymətləndirən bir sistem yoxdursa, artıq o subyektiv bir fikrə qalır da ehtiyac. Yəni çox üzr istəyirəm. Tutaq ki, bayaqki sualımdakı kimi biraz belə deyək də tərbiyəvi və sair məsələlərdir. Uyğun deyil məsəl üçün heyətə. Bu ölçülən deyil də, bu göz qabağında olan məsələdir. Göz qabağındadır və yenə deyim, tərbiyəyə bağlı olan bir şeylər artıq digər əməkdaşları da narahat eləyir. Bu sizin şirkətinizə də uyğun bir hal olmadığını düşünürəm. Heç bir şirkət istəməz ki, belə bir işçi ilə tanınsın. Çünki hər bir işçi sizin bir simanızdır da, belə baxanda gəzən bir simanızdır. Və düşünürəm ki, onlarla xüsusi danışıqlar aparmaq lazımdır və bu hallar düzəlməyəcəyi təqdirdədirsə, yəni onlara belə deyək də bir vaxt da verə bilərsiniz özlərini düzəltməsi üçün də. Yəni bu vaxtı da əgər onlar düzgün qiymətləndirə bilmirlərsə, ən düzü onlardan yolunuzu ayırmaqdır. Yəni çünki bir işçi də əgər qalmaq üçün çalışmırsa, düşünürəm ki, sizə də belə bir işçi lazım deyil də. Çox gözəl, bəli. Yəni buradan belə nəticə çıxardaq ki, bu söhbəti bir neçə dəfə edəndən sonra artıq son söhbət etmək daha rahat olur. Nəinki birdən-birə son söhbəti etmək. Bəli. Mən düşünürəm ki, hər bir insan yəni düzələ bilər. Yəni bu əlbəttə ki, uyğunlaşa bilər, adaptasiya ola bilər. Nəsə elə bir bilik bacarıqlar var ki, burada əldə oluna bilərlər, sonradan formalaşa bilərlər. Ona görə də düşünürəm ki, insanlarda bunları yaratmaq lazımdır, bunları öyrətmək lazımdır, istiqamətlənmək. Bəzən insanlar var ki, heç istiqamətlənməyi bilmirlər də. Yəni bir gözləyirlər ki, kimsə onlara bir istiqamət versin, o istiqamətdə getsinlər. Bəlkə də həqiqətən də təsadüfdən deyil, o insan həqiqətən də bizim qabağımıza çıxıb ki, biz onu istiqamətləndirək. Səbəbi var həqiqətən də. Və gələcəkdə elə bir gəlib yerə çıxa bilər ki, sizə təşəkkür edə bilər. Yəni nə gözəl ki, biz belə bir yollara vəsilə oluruq da. Bəli. Instagramda bir xanım var, adı yadımdan çıxıb, HR və sair şeylərini qınayıcı videolar çəkir. Adı yadımdan çıxdı, xaricdə yaşayır. Həmin xanım bir fakt qoymuşdu, paylaşmışdı, qınayıcı. HR departamenti seçimləri
bürclərin üzərindən eləyir. Belə bir günlər Humoristik bir şey bu. Onunla idarə olunan ofislər var. Yəni dizayn ofisi var, mən tanıyıram. İndi adı yadımda deyil, olsa da oradan da çəkərdim elə adında. Yəni bildiyin şeylə götürülür. Mən düşünmürəm orada HR fəaliyyət göstərsin. Yox, HR fəaliyyəti yox. HR O ilə idarə olunan ofislər var da, yəni ki, yəqin astroloji Astroloji. sahədədir də yəqin odur. yox, adam tapır. Ona ayrıca pul, HR-a pul verməkdənsə verir o həmin astroloqa. Astroloqa Hə, onu da çox şeydir, söhbətgah çıxmışdı həmin oğlanda. O gəlir məsələn sonra xidmət satır, başa düşdün? Yəni ki, bununla da o bürclərlə də o şirkət idarə olunur. Çox gözəl. Maraqlı. Hansı dövrdə yaşayırıq? Bilirsiniz nə yadıma düşdü? O tarixdə var, astrologiyanı müharibələr eləyirdilər. Bəli. Yəni ki, Mən suala ulduz düşdü, hücum edir. Gözlənilməz hansısa bir şeylər var, ölçülər var ki, siz bununla ölçürsüz. Məsəl üçün, astrologiya anlaşıldı ki, yoxdur belə bir ölçü. Elə bir şey yoxdur. Amma hansısa bir ölçü varmı ki, bu ölçü vahidi var ki, məsəl üçün bu cür baxırıq. Yəni məsəl üçün hansı generation olduğuna baxırıq və yaxud hansı təhsil və sair və baxır məsəl üçün işin məsuliyyətinə də belə ailə tərkibi məsəl üçün mən yadımdadır hərbi sektorda çalışmışam mən belə deyək. Hərbi xidmət göstərmişəm. Orada mənim deməli bir belə deyək intervyuda oldum. İntervyuda məndən bir neçə sual verdi ailə vəziyyəti və təhsillə bağlı. Cavablandırdıqdan sonra dedi ki, siz 1 ildən sonra sağollaşacaqsınız bizlə də gedəcəksiniz. Orada bir diksiya, xeyir, vətən, millət diksiyasından sonra dedi ki, siz 1 ildən sonra özünüz gedəcəksiniz. Doğrudan da 1 il keçməmiş, mən artıq sənədimi vermişdim və 1 il ərzində də çəkdi, o uzun çəkdi. Axırı sağollaşdım hərbi xidmətdən. Deməli, bu adamda hansısa bir praktika var, nəsə var ki, bilir də hansısa ölçü vahidi onda var ki, o bilir ki, məsəl üçün bu tip adamlar burada qalmır. Yəni bu cür bir ölçü vahidləri varmı? İndi ilk olaraq mən də deyim ki, mən özüm 7 il hərbi xidmətdə, kadrlarda. Kadrda işləmişəm. Deməli müsahibələrin birində mənə dedilər ki, bu başqa bir struktur idi. Mənə dedilər ki, bilirsiniz də, burada akulalarla işləyəcəksiniz. Mən orada fikirləşdim ki, mənim bilik bacarıqlarım yoxlanılacaq da. Mən sadəcə bir dənə dedim ki, o zaman mən də okean olaram. Bir də mən bu sözlə mən keçdim. Mən ora gəldim. Hər kəs orada nə bilik bacarıqları göstərir. Mən bir dənə bu sözlə keçdim. Görürsüz, müsahibə belə də olur. Bir cümlə ilə keçirsən. İndi qayıtsaq digər məsələyə. Digər məsələyə, məsəl üçün ölçü vahidləri. Ölçü vahidlərindən də əlavə, məsəl dediyiniz kimi, məsəl üçün adam qabaqcadan proqnoz elədi ki, siz 1 ildən sonra çıxacaqsınız. Bəli. Bu arada mən özüm də o dediyiniz xidmətdə fəaliyyət göstərmişəm və ona görə təcrübəmdən bilirəm ki, bir çox güc strukturlarında bilirsən ki, artıq məsəl üçün tək övladdırsa, bu bir yerə qədər gedəcək. Və yaxud da adam gənc ailədirsə, hər yerdə fəaliyyət göstərə bilməyəcək. Zaten bunu göstərir də, nəticələr bunu göstərir. Adamın potensialına da baxanda, adamın istədiklərinə də baxanda görürsən ki, bu adam məsəl üçün də filan regionda işləməyə uyğundur və yaxud da filan yerdə uyğundur. Amma adam da getməyəcək, gənc ailədə getməyəcək. Yəni bunu proqnoz etməyə əslində çox da çətin olmur. Çətin olmur, bəli. Bundan əlavə HR bir çox şeyləri proqnoz eləyir. Gəlsək ki, belə özəl sektorda. Məsələn, işçi gəlir səndən söhbət edir, sən onu bilirsən ki, o burada təxmini neçə il qalacaq. Bilik bacarıqlarına görə sən qiymətli. Məsələn, yüksək bir bilik bacarığı olan adam gəlib kiçik bir maaşa sənlə razılaşırsa, bilirsən ki, o tramplin üçün bura gəlib. Buradan harasa getmək üçün bunu gəlib. Sən onu düzgün qiymətləndirməlisən axı. Bəzən elə vaxtlar da olub ki, mənim öz təcrübəmdə deyə bilərəm ki, xitam üçün müraciət ediblər. Adama baxırsan ki, adam çox qəşəng başqa bir şeydən danışır. Başqa bir bilik bacarıqları var. Və buradan çıxma səbəbi də burada özünü görməməsidir, normaldır. Və mən artıq onu işə qəbul müsahibəsi kimi dinləyirəm. Qulaq asıram ki, bu adamı başqa yerdə necə qiymətləndirə bilərik. Bəli. Bəzən belə də olur. Yəni ona görə HR hər tərəfə, yəni bəzən işə qəbul olan adam, xitam üçün müraciət edən adamlarımıza işə qəbul müsahibəsi keçirir. Bəzən də işə müsahibə üçün gələn adamlar da ki, birbaşa xitamı gəlməmiş elə gedirlər, bəli. Məndə məsəl üçün bir ölçü vahidi formalaşdı bir dövrdən sonra. Müşahidə etdim ki, daha uzaq ərazilərdə yaşayanlar maksimum 1 ay ərzində özü sağollaşıb gedirlər. Ondan sonra artıq mən özüm seçimlərimdə yaxın ərazilərdən adam seçirdim ki, başa düşürdüm ki, nisbətən junior başlayanlar
az maaş aldıqlarına görə maaşlarının doğrudan da bir önəmli bir hissəsi yola xərclənir və əlavə olaraq vaxtlarının önəmli hissəsi yola xərclənir. Yekunda heç bir motivasiya qalmır maddi cəhətdən ki, mən nəyə görə işləyirəm. O səbəbdən artıq mən ərazi məsələsinə artıq fikir verməyə başladım. Bəli, əslində bir çox şeylərdə bu çox önəmlidir. Əgər bizim əmək haqqlarımız bazarla rəqabətə girəcək dərəcədə deyilsə, biz bu nüanslara mütləqdir ki, diqqət eləməliyik. Kimsə məsəl üçün də çox uzaq bir ərazidən tutalım ki, 400-500 manata görə niyə gəlsin ki, bunun yolunun pulunun yarısı o qədər gedəcək də, yəni. Ona görə əgər yenə deyirəm, bu biz işçi kimi də baxaq da, təkcə bir işə götürən və yaxud da HR kimi deyil, işçi kimi özümüz də belə, məsəl üçün o məbləğə, o yol xərcinə, o əziyyətə görə bu əziyyəti çəkərikmi? Bəzən, yəni ona görə HR-larda bəzən empatiya da çox önəmlidir. Yəni empatiya hər bir kəsdə mütləq olmalı, vacib şərtlərdən biridir ki, işçinin yerinə özümüzü qoyaq, bir fikirləşək də həqiqətən buna dəyərmi? Olan insanlar da çox ehtiyacından gələcək, amma bir şansı yarananda mütləqdir ki, o çıxıb gələcək də. Ehtiyac azaldıqca o sağollaşıb gələcək, razıyam tamamilə. Bəli. Bazara dözümlü olmalı, təkliflər, maaş təklifi, əlbəttə ki, hə. İş şəraiti və s. Statusu şirkətin və ona da çox önəm verirlər. Məsəl üçün işçi deyir ki, statusu yerlərin zaten bazara rəqabətli bir maaşı da olur. Yəni ki, işçi deyir ki, bu mənə bir dəyər qatır da, mən bura gəlim, burada işləyim. Yəni sabahlarım mənim CV-imdə də baxanda mən falan yerdə işləmişəm. Hətta mən praktikamda görmüşəm ki, indi öz mağazamızdan söhbət getmir, digər şəxslərdə görmüşəm ki, harasa işə gedir daha aşağı maaşa sırf o statuslu yerin heyətində olmaq üçün ki, CV-sində belə deyək, bu ad olsun ki, mən də burada məsəl üçün bir 5 il çalışmışam, 3 il çalışmışam. O şirkətdə görün nə qədər öz dəyərlərini, öz vizyonunu genişləndirib ki, bazarda artıq onlar onun maaşına deyil də onun vizyonuna baxırlar, onun statusuna baxıblar gəlirlər. Bəli. Bu da HR işidir həqiqətən. Həmin şirkətdə deməli HR işi çox keyfiyyətli aparılıb, heyət məsələsi. Oranın dəyərləri daha qabarıq göstərilib. Oralara işçilərinə hörməti nə qədər göstərilib, işçilərə olan benefitlər nə qədərdir. İşçi təkcə maaşa görə baxmır, şirkətin verdiyi benefitlərə də baxır ki, bu şirkət mənə nə dəyər qatır, məsəl üçün mənim üçün nələri eləyir. Yəni bu da çox önəmlidir. Bu da əlbəttə ki, HR-ın sahələrindən biridir. Çox gözəl. Çox sağ olun Hicran xanım. Çox xoş söhbət getdi. Belə hər tərəfli bir çox nüanslara toxunduq. Ümid edirəm ki, baxımlı podkast olar. Ümid edirəm. Görüşmək üzrə. Görüşərik.